Bu gözəl gün münasibəti ilə hər birinizi təbrik edirəm. Bərəkətli bir ay, mübarək bir şəxsiyyətin doğum günü, elə bir şəxsiyyət ki, Allah evində dünyaya göz açır, Tövhid evində dünyaya göz açır və birinci imamımız Əli əleyhissalam. Əli əleyhissalam haqqında çox danışmaq olar və bugünə qədər də danışılıb, müəyyən mövzulara toxunulub və şükür və həmd və səna olsun Allahımıza ki, müəyyən qədər məlumatlıyıq. Mən həmən şəxsiyyətin bir neçə cümləsi və bir neçə nəsihəti haqqında istərdim, çıxış edim. Həmən nəsihət övladınadır, İmam Həsənədir. Övladına nəsihət edir, bir neçə söz deyir. Belə nəzər alaq ki, Əli əleyhissalam elə bizim də mənəvi atamızdır, həmən nəsihətləri hamımız edir. Qalə Aliyyun, ya bunay. Əli əleyhissalam buyurdu, ay mənim əziz balam. İhviz ənni ərbəən. Sənə 4 dənə tövsiyəm var. 4 dənə tövsiyəm var. 4, 8 dənə. Amma 4 deyir. Niyə? İnşallah çıxışımla davam edə izah verirəm. Lə yədurrukə mə əmiltə. Övladım, əziz balam, əgər bunlara əməl eləsən, bütün ziyanlardan və zərərlərdən sığortalanarsan. Bu 4 dənədən uzaq ol. Daha doğrusu bu 4'lüklərə əməl elə. Yəni bu 2 dənə 4'lüyə. Yəni sanki Əli əleyhissalam demək istəyir ki, bu tapşırıqlar ki sənə verəcəm, məsələni köklü həll eləyəcək. Bəzi vaxtlar insan ağrıyır, dişi ağrıyır. Bir dənə ağrı kesici atır, bir gün sakit gezir, sabah yenə ağrı qayıdır. Çünki tam müalicə eləməyib axı. Amma bəzi vaxtlar elə bir müalicə edir ki, həkim da ağrı onu ilə də kesilir və onu ilə də bitir. Əli əleyhissalam belə buyurur. Buyurur, mənim dediklərimə əməl eləsən, ziyandan, zərərdən sığortalanırsan, ziyan və zərər sənə tərəf gələ bilməz. Yaxşı. Onlar nələrdir? İlk 4'lük 4 dənə nəsihət deyək. İkinci 4'lük Əli əleyhissalamın tövsiyəsidir və övladına buyurur ki, 4 qrup insanla dostluq eləmə. 4 qrup insanla dostluq eləmə. Mən ilk 4'lükdən başlayıram. Buyurur, İnnə əğnəl ğina əl-əql. Övladım, bunu bil. Ən sərvətli insan aqil insandır. Əgər bir insan aqildirsə, ağıllıdırsa, düşünürsə, təfəkkür edirsə, o artıq sərvətlidir. Kasıb ikən sərvətlidir. Ağıl çox mühüm mövzudur. Ağıl insana həm dünyada, həm axirətdə əlindən tutur. Axirətlə bağlı məsələlərə gəldikdə Allaha aparan yol. Dünya ilə bağlı məsələlərə gəldikdə insanı bəsirətli eləyər, tədbirli edər. İnsan haqqı batildən ayırar. Düşməni tanıyar, dostu tanıyar, səhv addımlar atmaz, nəticə çıxardar və s. Həm dünya, həm axirət. Buyurur, bala, sərvətli insan bilirsən kimdir? Ağıllı insan. Əli əleyhissalamın bir başqa cümləsi var. Buyurur, Ləv ləm yənhəllah subhanəh ən məharimihi ləvəcəbə ən yetişdənibəhəl aqil. Buyurur, əgər bir insanın əqli olsa, əql ona kifayət edər. Hətta vəhiy gəlməsə belə. Nəzərə alın, şəriət yoxdur. Peyğəmbərlər gəlməyib. Ağıl gəlsə, ağıl varsa, bu ağıl kifayət edir o insana ki, Allahın xoşlamadığı bir işi görməsin. Lazım deyil Peyğəmbər gəlsin desin. Ağıl tək və tənha kifayət edir ki, insana desin ki, bundan əgər Allahın xoşu gəlmirsə, etmə bunu, çəkin bundan. Bəli, ayədə qeyd olunan kəlmə budur, ləv, əgər gəlməsəydi vəhiy. Vəhyin öz rolu var, öz yeri var.
Ağıl vəhiysiz bir yana gəlib çıxıla bilməz. Amma bəzi məqamlarda müstəqil şəkildə söz deyir, mövzu hissəyə aiddir. Bunu ilə işim yoxdur. Onun haqqında da danışmaq olar. Amma bunu istəyirəm deyim, hədisdə qeyd olunan kəlmə budur. Əgər olmasaydı şəriət, olmasaydı peyğəmbərlər, olmasaydı vəhiy, yenə də ağıl deyir, Allahın xoşlamadığı bir işi görmə. Və insanın içi də Allahın xoşlamadığı məsələlərə insana şəffaf edir. Davamında nə buyurur? Davamında buyurur, əleyhissalam, əkbərul fəqr əl-humq. Ən böyük fəqirlik, ən fəqir insan kimdir? Axmaq insandır. Üzrxahlıq edirəm. Əleyhissalam buyurur, ən axmaq insan kimdir? Elə ən fəqir insandır. Axmaq insan. İndi kimdir axmaq? İzah veriləcək. Üçüncü buyurur, əvhəşul vəhşə əl-ucub. Vəhşət. Vəhşət nədir? Bir mənası yəni tənhalıq, qorxu, istirab. Deyir, ən pis tənhalıq, istirab verici bir həyat, o həyatdır ki, o həyatın yiyəsi özündən çox razıdır. O insan tənha demişəm. Özündən razı olan insanlar cəmiyyətin içində də olsalar belə, cəmi içində də olsalar belə, tənhadırlar olar. Çünki elə özünü ki, razı bilir, özündən ki, razıdır, hamıya yuxarıdan aşağı baxır, özünü onlarla birlikdə bir sıraya qoya bilmir, onlarla birlikdə olarkən də tənhadır. Dördüncü belə buyurur əleyhissalam, əkrəmul həsəb husnul xuluq. Bala, ən üstün şərafət və kəramət gözəl əxlaqdır. Bax, bu dördlük, ilk dördlük. Ağıl gözəl neymətdir. Davamında buyurdu, axmaqlıq ən böyük fəqirlikdir. Üçüncü buyurdu, insan özündən razıdırsa çox tənhadır. Dörd buyurdu, ən gözəl şərafət və kəramət gözəl əxlaqdır. Gözəl əxlaqın yiyəsi olmaq. İkinci dördlük isə belə toxunur əleyhissalam buyurur, ya bunəy, mənim əziz balam, İyyəkə və musadaqətəl əxmaq. Bala, çalış axmaq insanlarla dostluq eləmə. Cavanlar biraz yaxın otursun. Cavanlara bir neçə tövsiyə edeyim. Öz tövsiyələrim deyil. Əleyhissalamın bizə olan tövsiyələridir. Axmaq insanlarla dostluq eləməyin. Çünki o sənə ziyan verər. Xeyri ki yoxdur heç, sənə də ziyan verər. İsa Peyğəmbər nə gözəl deyir, davəytul mərda, mən xəstələrə müalicə elədim. Fəşafeytuhum biiznillah, Allahın izni ilə şəfa verdim. Necə dərman şəfa verər? Allahın izni ilə. Peyğəmbər idi, əlin qaldırardı, Allahdan istəyərdi, xəstə sağalardı. Deyib, bunu bacardım. Və bərəətul əkməh, anadan gəlmə lal olanların dilini açdım, biiznillah, Allahın izni ilə. Aləctul mevta, ölüləri diritdim, biiznillah, Allahın izni ilə. Amma aləctul əxmaq, fələm əqdir ələl islahihi. Axmağın üstünə qədər çalışdımsa, bacarmadım ki, bacarmadım. Onu islah eləyə bilmədim. Ölü dirilir, anadan gəlmə lalın dili açılır, amma axmaq elə axmaqdır. Deyir, onu bacarmadım. Miqrar eləyir Peyğəmbər. Axmaq insan kimlərə deyərlər, onun bir neçə nişanəsi var. Nişanələrindən biri budur. Əleyhissalam bir hədisdə buyurur. Buyurur, başqasında bir eyib görür. Başlayır onu danlamağa. Olmaz bu, səhv edirsən. Sonra özü eləyir, amma özündən razıdır. Həmən işi özü görür. Başqası görəndə danlayır. Özü özünə nisbət heç narahat deyil. Belə də olmalıdır. Bax, deyir, hədislərdə qeyd olunur, bu axmaq insan nişanələrindən biridir. Arxasında buyurur, fəzalikəl əxmək beynihi. Bu, elə odur. Doğrudan da bilmir neyinir. Buyurur, əleyhissalam, o insanlar
Bala, axmaq insanla dostluq eləsən, fəinnəhu yurid ən yənfəəkə fəyyədurrukə. O sənə xeyir vermək istədikdə ziyan verər. Niyyəti xeyir vermək olsa da belə ziyan verər. Əgər bunun xeyrindən ziyan gəlirsə, ziyanından nələr gəlir? Yəni ondan xeyir yoxdur. Bir hədisdə deyilir ki, axmaq insanlarla oturdur eləmək qəlbi öldürər. Bu bir. Belə insanlarla oturub durmağa dəyməz. Hələ xeyir versə də ziyan verər. İkinci, İyyəkə və musadaqətəl bəxil. Bala, paxıl insanlarla, simic insanlarla, xəsis insanlarla dostluq eləmə. Niyə? Fəinnəhu yəqud ənkə əhvəcə mə təkunu iləyh. Bala, çünki o, sənin çox ehtiyacın olduğun bir şeyi də sənə əsirgər. Çox ehtiyacın var, o da əsirgər sənə. Simicdir, paxıldır. O sənə nəsə verər? Verməz. O qədər bağlanıb ona ki, canını verər, amma onu verməz. Fikir verirsiniz. Çox maraqlı. Ona görə buyurur, belə insanlarla otur-dur etməyə dəyməz. Üçüncü buyurdu, İyyəkə və musadaqətəl facir. Buyurur, facir insanlarla otur-dur eləmə, dostluq eləmə daha doğrusu. Dost olma. Kimdir facir? O insanlar ki, böyük günahlar eləyir. Və belə deyək də, narahat da deyil. Aşkarda, rahat, günah onun üçün adiləşib. Gedib onunla oturacaqsan, ən azından o günahı düşünəcəksən. 5-6 gün mübarizə aparacaqsan, bacarmayacaqsan. Özün də bədbəxt olacaqsan, ortada bir şey yoxdur. Ona görə müğayət ol. Müğayət ol. Cavanlar müğayət olsun. O insanlar ki, Quran deyir, facirdir, yəni rahat şəkildə günahları eləyir, heç narahat da olmur, səni də uçuruma aparacaq, o insanlarla dostluq eləmə. Hətta Nuh Peyğəmbərin duasına baxın, qövüm ki, islah olmadı, ondan sonra dua eləyir ki, nifrin eləyir daha doğrusu ki, məhv olsunlar, deyir, bunlar nə özləri islah olacaq, nə də bunların övladı. Lə yəlidu illa faciran və kəffara. Bunların övladları facir olacaq. Facir kimə deyirlər? Dedim, kəffara da küfr əhli. Küfr nəyə deyirlər? Neymətin üstünü örtmək, neyməti görməməzlikdən gəlmək. Bir mənası budur. Baxın, Nuh Peyğəmbər də bu nifrin eləyərkən bunu deyir. Peyğəmbər də baxır, bilir. Deyir, bunlar belə olacaqlar. Dördüncü nədir? Daha doğrusu, niyə oturdur eləmə facir insandan? Özü buyurur, fəinnəhu yubi'ukə bittaffə. Çünki o facir insan, taffə ərəblər dəyərsiz bir şey deyirlər. Səni dəyərsiz bir şeyə qurban verər, çıxar gedər. Heç neylə sənə deyişər. Heç neylə. Çünki sən onun yanında o qədər qiymətli deyirsən. Sən onun maraqlarına xidmət edirsən deyənə səninlə oturdur eləyir. Yox, sən neyinir o? Ya sənin nüfuzundur, ya sənin pulundur, ya sənin hörmətindir. Ona görə səninlə oturdur edər. Sabah lazım olsa bit taffəti, ən dəyərsiz bir şeyə sənə qurban verər. 5-10 manata qurban verər. Bəli, belə insanlarla oturdur etməyə dəyməz. Dördüncü qrup buyurur, İyyəkə və musadaqətəl kəzzab. Bala, o insanlar ki, yalan danışmaq onun daha canına hopub. Belə adamlar tanıyırsınız yəni ki, yalan danışmasa rahat oturamıyor. Günə ən azı bir 5-6 və yalan danışmalıdır. Bir var necə çətinliyə düşür yalan danışır, ona bəraət qazandırmıram. Adam var elə bir xoşu qalır, zövq qalır yalan danışmaqdan. Həyatı odur onun, yalanlardan ibarətdir. Yalan canlansa bu insan olar. Ona deyirlər ərəblər kəzzab. Yaxşı, bir mənası budur kəzzabın. Ola bilsin bir mənası da bu olsun ki, böyük yalan. Çox mühüm bir yalan danışır ki, cəmiyyətin taleyi ilə bağlıdır. Ona da deyərlər kəzzab. Cəfər kəzzab, eşitmişsiniz tarixdə. Deyir, kəzzab insandan, o ki, adam gələ ömrü yalanda keçir, onunla niyə oturudursan ki? Fəinnəhu kəssərab. O insan səraba bənzər. Sərab ərəblər ilğıma deyərlər. İlğım bilirsiniz nədir? İlğım yayda
uzun yola ki çıxırsan, rayona gedəndə xüsusilə asfaltın üstünə fikir vermişsiniz, belə deyək də uzaqdan baxırsan sanki su var. Yaxınlaşanda maşın görürsən ki, quruluqdur. Ona deyirlər ilğim. Ərəb dilində deyirlər sərab. Onlar sərab kimidirlər. Uzaqdan baxarsan su kimi görünürlər, amma yaxınlaşanda görürsən heç nə. Ortada bir şey yoxdur. Hətta Quranda bunun haqqında ayə var. Ə'maluhum kəsərabin. Bəzi insanların əməli sərab kimidir. İlğimdir. Elə bilir yığıb, nə qədər yaxşı əməli var. Yaxınlaşanda qiyamət günü öz əməllərinə görəcək ki, ortada bir şey də yox imiş ki. Mən elə görürdüm, nələrimsə var. Vay o gündən. İnsan bu vəziyyətə düşər, həqiqətən. Bu qədər xidmət elə, axırda ola sərab, heç nə, boş, bir şey yoxdur. Deyir ki, yalancı insanlar sərab kimidir. Görün nə gözəl deyir arxasında əleyhissalam. Yuqarrib aleykəl bəid və yubəid aleykəl qərib. Uzağı yaxın göstərər, yaxını uzaq göstərər sənə o adam. Uzağı yaxın, yaxını sənə uzaq göstərir. Çox maraqlıdır. Çox maraqlıdır belə insanlar. Bala, bu 4 qrupla heç vaxt dostluq eləmə. Kimdə olar? Axmaq insan, paxıl insan, facir insan, kəzzab insan. Bunlarla dostluq eləməyə deyməz. Çünki kəzzab insan, yalan danışan insan hələ 1000 dənə yalan deyər. Sənin zehnində öz əqidəvə qarşı şübhələr yaradır. Bir də aylarsan ki, şək şübhənin içindəsin. Şübhə də qaldı, həll olmadı, get-gedə axırı pis yerə geri çıxır. Quranda bir dənə sıralama deyim, bu çıxışımı yekunlaşdırım. Quran çox maraqlı yanaşır bu məsələyə. Deyir, şəkkimizi həll edin. Şək gözəldir. Amma şək yəqinlə bitməsə pisdir. Şəklə insan nə qədər yaşayar, ürəyi partlayar. Şəklə yaşasız da istirabdır. Amma şəkki saxlasız, şək çox qalmayacaq. Axırı pis yerlərə gəlib çıxacaq. Quran belə buyurur. Buyurur bir qrup insan dilindən. İnnəna ləfi şəkkin mimma təzənim. Sən ki bizi dəvət edirsən, Peyğəmbərə deyirlər. İndi qiyamətə dəvət edir, dinə dəvət edir. Biz onda şəkk edirik. Amma şəkki islah eləmirlər. Başqa ayədə nə deyir? İkinci, şək qaldıqda təəccübə çevirirlər. Bəl əcibu əncəəhum munzir və qaləl kəfirun hazı şeyun əcib. Bu təəccüblü bir şeydir. Qiyamət var. Sən Allah, təəccüb edir artıq. Boş-boş danışmıyor. Birinci şəkdə idi. İndi təəccüb edir. Qiyamət. Öldü, getdi, qutardı da məsələ, böyütmüş məsələ. Nə var burada var, yaşa burada. 2 günlük dünyadır. Yaxşı da bilir 2 günlük dünyadır. Hələ ona görə deyirik də 2 günlük dünyaya görə dəyməz də ömrü hədər eləməyə. Bəli. Buraycan düz deyir ha. Əleyhissalam deyir ki, əd-dəhru yevman, dünya 2 gündür. Yevmun lək və yevmun ələk. O hədisin bir hissəsini deyir, dünya 2 gündür. Amma Əleyhissalam ki, deyir, bir gün leyhivədir, bir gün əleyhivədir. O tərəflərini də düşünmür. Ahireti düşünmür. Qalır. Şək qaldıqda artıq təəccübə çevirilər. Buyurur, bəl əcibu əncəəhum munzir fəqaləl kəfirun həzə şeyun əcib. Qiyamət varmı görürsən? Artıq təəccüb edirlər, şəkki keçdilər. Ola bilər qiyamət. Doğrudan, oradan gələn var. Sən Allah, nə bilim nəsə. Təəccübün üstünə düşmə söz məsələmizi həll eləmə söz, təəccüb artıq zəndir. Şək 50-50-yədir. Zən 80-dan 20-yə. Biraz da qalxdı məsələ. İnnə zunnu illa zənna və mə nəhnu bimustayqinin. Quran buyurur. Biz elə zənn edirik ki, ora olmayacaq ya qiyamət. Biz elə bilirik olmayacaq. Bəli, sonluq nədir? Sonluq artıq danmaqdır. Bəli, kəzzabu bil haqqı. Artıq haqqın özünü danırlar. Şəklə başladılar. Təəccüblə davam etdilər. Zənnə keçdilər, son oldu danmaq. Hardan başladı? Bəzi dostlar. O dostlar ki, insanı bədbəxt eləyərlər. O dostlar ki, insanı uçuruma apararlar. Bu xanımlara da aiddir. Xanımlar, hər xanımla rəfiqəlik etməzlər. Olmaz ki, belə. O insan ki, o xanım ki, səni uçuruma aparır, onunla rəfiq olma. Bədbəxt eləmə özünü. Görürsən, o hara gedir. Sən neyinirsən bəs? Bu, Əli əleyhissalamın bizə tövsiyələri idi. Ümid edirəm ki, bu tövsiyələri həyatımıza tətbiq eləyərik.
buyurduğu kimi yaşayarıq və arzum budur ki, Allah bizi Əli əleyhissalamın bizə Əli əleyhissalamın ziyarətini nəsib eləsin və o şəxsiyyətin şəfaətini nəsib eləsin. Vəlhamdülillah Rabbil aləmin.